məktəbinin kollektivi Bəxtiyar Vahabzadə yaradıcılığında Azərbaycanın xalq şairi, Türk dünyasında tanınan və sevilən Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 16 may 2025-ci il tarixində Şəki Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə konsert keçirildi. Ağdaş rayon Heydər Əliyev mərkəzində baş tutan konsertdə Şəki Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Bildiyimiz kimi, Cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkəmizdə dahi şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunur. Biz də Şəki Zaqatala Regional Mədəniyyət İdarəsi olaraq onun tərkibində fəaliyyət göstərən 3 nömrəli uşaq musiqi məktəbinin kollektivi Bəxtiyar sözü Azərbaycan musiqisində adlı layihə hazırladıq. Çox təşəkkür edirəm ki, Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin kollektivi və rəhbərliyi bizə böyük dəstək göstərdi. Birinci konsertimiz Şəki Dövlət Dram Teatrının səhnəsində nümayiş olundu. İkinci konsertimiz gözəl Şamaxımızda, qədim Şamaxımızda Mədəniyyət Mərkəzində nümayiş olundu. İndi üçüncü dəfə sizin bu gözəl Ağdaşın qonağıyıq, bu gözəl məkanda Heydər Əliyev mərkəzində biz bu gün həmin konserti istəyirik nümayiş elətdirək. Konsert proqramında Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nömrələri və dillər əzbəri olan şeirləri səsləndirilib. Əsil külək, qopeyli, xəzəl oldu gülüm. Düz 5 ürəyimdə bəslədiyim məhəbbət bir salama dəymədi. Yaman darıxmışam. Hər axşam canı arzumu günəşin telinə sardım. Mənim olsaydı, mən darıxmağı zamana ən uzun ölçü sanardım. Ən yeməzdin yenə, səni ez diləyim yox, özləməydin sana. Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunan konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Elgiz Mahmudov, Faiq Kərimov, Ağdaş.